Salamlar. Bugün də YouTube-da yenə sizinləyəm və bugün maraqlı bir məsələyə, əslində bu məsələ haqqında çox danışmışam öz Instagramımda, videolarım da var. Amma YouTube-da belə bir video qoymamışdım. Dedim qoy YouTube-da da ətraflı izah edim ki, axtaranlara daha ətraflı Azərbaycan dilində bir material vermiş olum. HSK imtahanı nədir? HSK imtahanını niyə veririk? Universitetlər sadəcə HSK ilə mi qəbul edirlər, yoxsa başqa sənədlərlə də qəbul mümkündürmü? Bu gün o sualları mən cavablandırmaq istəyirəm. Demək, HSK 汉语水平考试 Çin dili səviyyə imtahanıdır və beynəlxalq Çin dili yoxlanılması, Çin dili testi, Çin dili səviyyə belirləməsi imtahanıdır. Deməli, bu imtahan 6 səviyyə üzrə aparılır və HSK 1, 2 hesab olunur elementar, 3, 4 orta, 5, 6 isə yuxarı səviyyə Çin dili. Buna uyğun olaraq HSK-K imtahanları da var. KK 口语考试dır. Yəni danışıq imtahanıdır və bu imtahan da 1, 2, 3 səviyyə üzrə aparılır. 1, 2 verir 初级, yəni elementar səviyyəni, 3, 4 verir 中级, 5, 6 verir 高级-ni. Gəlin baxaq bu imtahanlar necədir, strukturları nədir, nəyi yoxlayırlar, necə olur və s. və ilaxır. Gəlin birinci səviyyədən və ikinci səviyyədən, çünki bunların strukturu eynidir. Bu iki səviyyədə sadəcə olaraq tinli dinləmə və yuedu oxuma hissə olur. 50-60 sual olur orada. Hərəsindən 2 dəfə təkrarlanır suallar dinləmədə və bildiyimiz söz siyahısı üzərindən gedir. Yəni hamıda bu fayl var da, mən hər videomda bunu vurğulayıram. Kimdəsə yoxsa yazsın, göndərin, problem deyil. Yəni bildiyimiz o söz siyahısından gedir. Orada artıq heç nə olmur. Sözlərin hamısını bilirsinizsə imtahana gedib yazacaqsınız. İkinci, 3 və 4-cü səviyyələrdir. 3 yenə qismi hasanddır. Yəni qismi hasand 3 hasanddır. 3-dən 300 bal yığanlar olur. Amma 3-də heroqrif məsələsi devrəyə girir, türklər demiş. Yəni sən artıq heroqriflərlə oxumağı bilməlisən. Yazmağı bilməsən də olar, çünki yazı hissəsi daxil olunsa da sadəcə olaraq söz ardıcılığı olur. Yəni orada 10 dənə sual olur, hərəsi 10 bal verir. Ümumiyyətlə, balı necə hesablayırıq? Bu sualı mənə o qədər verirlər ki, balı belə hesablayırıq. Hər bölmə, hər şöbə, bölmə şöbədə sectionda, yəni hər hissə bizə 100 bal verir. Ona görə də HSK 1 və 2-də maksimal bal 200-dür. Ondan sonra da artıq yazı əlavə olunur deyə 300 olur bal. Yəni hər hissə, yazı, dinləmə bizə 300 bal verir. Neçə dənə sual varsa orada. Götürürsünüz 100-ü həmin sualın sayına bölürsünüz, bir sualın balını çıxardırsınız da. Yazmada da 10 sual olduğu üçün biz onu böləndə 100-ə 10 bal düşür bir suala. Arıcılıq, yəni sözlər də görürsünüz, sadəcə oxumağı bilməlisiniz və arıcılığı düzürsünüz, yox. HSK 4-də isə qaydalar biraz dəyişir. HSK 4-də bütün bunlar HSK 3-dən eyni gəlir. Söz siyahısı 1200 o heç. Amma yazı hissədə 5 dənə cümlə verirsən, bunları tamamilə heroqriflərdən ibarət qurmalısan da. Yəni heroqrifləri yazmağı bilməlisən HSK 4-də. Heç olmasa müəyyən qədər bir heroqrifi bilməlisən ki, o cümlələrdə çuvallı sudan çıxardasan. Amma mən düşünürəm ki, çuvalı sudan öyrənəcək səviyyədə öyrənməmək lazımdır, qəşəng öyrənmək lazımdır. Bunun üçün də məncə yaxşı olar heroqrifləri ətraflı öyrənəsiniz. Yəni heroqrifi yola verməyəsiniz və heroqrifləri öyrənməyinizi mən daha çox tövsiyə edirəm. Demək, bu da bizdə oldu 3 və 4-cü səviyyələr. Dinləmələri, hamısı səviyyələrdə sözlərdən asılıdır. Sözü bilirsənsə dinləməni yazırsan. Oxuma HSK 3-də biraz daha asandır, 4-də çətinləşir. Çünki 4-də söz çoxdur. Ona görə oxuması daha çətindir. Bu arada HSK marafonunu başlatmışam. Hal-hazırda bu videonu yükləyəndə ümid edirəm ki, o marafon gedəcək və marafonda biz nə edəcəyik? Marafonda biz testlər işləyəcəyik, sözləri böləcəm. Məsələn, gündəlik 20 söz verəcəm və biz o sözlərə cümlə quracaqsınız və mən onları yoxlayacağam. Marafonuma da qoşulmaq istəyirsinizsə, Instagramda mənimlə əlaqə saxlamağınız kifayət edir. Okay, deməli, bu bizdə oldu 4. 5, 6-da isə qaydalar tamamilə fərqlidir. 5, 6 çətindir. Yəni 5-ci səviyyədə esse yazmalıyıq biz. Xiezo hissəsi var. Yəni dinləmə eyni formatda gəlir. 40-45 dənə sual olur. Bölürsən 100-ə, bir suala 2.5 bal düşür hardasa.
Oxumada da eyni qaydada sualların hardasa 1 dəqiqə ayrılacaq şəkildə düşür. Yazı hissəsində artıq qaydalar dəyişir. Yəni biz burada inşa yazmağı bilməliyik Çin dilində və bu da biraz yox, çox challengingdir. Yəni siz sözləri, hieroqlifləri yazmağı bilməlisiniz. Yoxsa siz onu yaza bilməyəcəksiniz. Ona görə 5-ci səviyyəyə hazırlaşırsınızsa hieroqlifləri yazmağı və qrammatikalarla hieroqlifləri birləşdirməyi, birlikdə istifadə etməyi öyrənməliyik. Mən bunu hazırlayanda hər 5-ci səviyyənin axırında orada Siezo hissə verir. Orada inşalar var da elə o civarlarda düşür. Onların hamısını tələbələrə yazdırmağa çalışıram ki, ən azından hər bir mövzu haqqında necə inşa yazacağını gözün qabağına gətirə bilsin. ECSK 6, ECSK 5 eyni strukturdadır. Orada da yazı var, amma orada bir dənə yazıdır və o yazı çox böyük yazıdır. Desən 200 neçə hieroqlifdir, dəqiq yadımda deyil artıq. Və onunla yazmalıyıq və birinci biz nəyisə orada bir yazı idi, səhv etmirəmsə, belə yadımda da dəqiq deyil o imtahanın strukturu. Kağızı açanda bir şey yadıma düşüb, biz orada nəyisə oxuyuruq və onun haqqında yazırıq. Bir mətn oxuyuruq, onun haqqında yazırıq. Bax bu ECSK 6 strukturdur. ECSK 6-ya biraz az hazırlanmışam deyə praktikamda. Daha az təcrübəm var. 5-ə qədər 5-ə daxilmələr praktikam daha çoxdur. 6-cı səviyyədə də dinləmədə problem olmur. Tələbələrdə adətən bu yazı bölməsində problem çıxır. Dinləmə, bir də ki, oxumada sürət məsələsi ola bilər. Bu da ECSK 6. ECSK bəs nədir? KK də necə olur? Yəni ECSK KK 1 ikinci səviyyələri çox sadədir. O sənə verir 10 cümlə təkrar edirsən. Sonra da 2 dənə mövzu ətrafında danışırsan qısa. Orta səviyyədə isə 4 mövzudur. 10 dəqiqə hazırlaşırsan, danışırsan. Gaodidə isə bütün şərtlər dəyişir. Çətindir. Orada bir mətn verir, yadında saxlaması, oxumalısan, onu təkrar etməlisən. Yəni o biraz daha çətin imtahandır, amma Gaudi adətən tələb olunmur heç yerdə. Amma ECSK 5-6 verəcəksinizsə sizdən Gaudi tələbi qoyulacaq. Bunların hamısını hazırlaşmaq üçün resurslarım var. İstəsəniz yaza bilərsiniz mənə. Sizə göndərə bilərəm. Deməli bu da bizim ECSK imtahanımızın strukturu. Deməli, ECSK imtahanını Azərbaycanda biz adətən ildə 2-3 dəfə verə bilirik. Oktyabrda bəzən olur, bəzən olmur. Dekabr və martda veririk. Biz onu yaxşı olar ki, dekabrda yekunlaşdıraq ki, əgər növbəti il müraciət etmək istəyirsə təqaüdə, biz ECSK-yə artıq dekabrda yekunlaşdırsaq yaxşı olar ki, rahatlıqla təqaüdlərə müraciət eləyək. Və ECSK şərtdirmi ya yox? Şərt deyil. Yəni Çincə təhsil almayacaqsınızsa, o şərt deyil. Yox, əgər siz dil kursu oxumaq istəyirsiniz, Çin dilində bakalavr oxumaq istəyirsiniz, Çində magistratura oxumaq istəyirsinizsə, bəli, o şərtdir. Orada gedib birilə öyrənə deməli, əgər biz Çin dilində nəsə oxuyacaqsa, bu bizim üçün şərtdir. Bir ilə orada mümkün deyil öyrənmək Çin dilini. Yəni bu böyük bir yükdür. Effektivliyi aşağı olur və tövsiyə etmirəm. Yəni ondansa gedin IELTS-la oxuyun. IELTS-la və yaxud da TOEFL-la oxuya bilərsiniz tamamilə rahatlığın içində. İxtisas seçimi biraz daha az olur, amma rahatlıqla təhsil almaq mümkündür. Müraciət edəndə də dövlət istəsək Təhsil Nazirliyinin saytına, istəsək başqa da biz IELTS sənədimizi dil sənədi olaraq təqdim edirik və rahatlıqla içində təhsil ala bilirik. Başqa bu mövzu tərəfindən deyəcəyim bir söz yoxdur. Əgər sizin suallarınız varsa mənimlə əlaqə saxlaya bilərsiniz. Daha çox sevindirici olar ki, bunları kommentlərdə yazasınız. Sizə Çin dili təhsilinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, videolarım sizin üçün həqiqətən də faydalı olur. Növbəti videolarımızda da görüşərik.